elə yaşlı nəsil var ki, bu dəqiqə yadlarına düşür. Siz oradakı oğlansınız belə. Və o dönəm bir balaca məndə bəli durğunluq oldu. Mən atamı itirdim, müəyyən problemlər yaşadım və qismət bugünəymiş səndimə. Özümə borçluyam deyim, yoxsa bu topladığım gücəmi borçluyam. Yaşam koçunuz özünüz oldunuz bu həyatda. Bəli, mən çox düşündüm, yoxsa götür-qoy elədim, artıq belə deyim də istəmədim ki, itsin bu sənət. Çünki mən onu atamdakı görmüşdüm. O da bizim Azərbaycan estradasının bütün ifaçıları onu yaxşı tanıyırdı. Amma təəssüflər olsun ki, xalqımız çox yaxşı tanımadı. O vaxtsız dünyasını dəyişdi. Allah rəhmət eləsin. Və onun itkisinin bir, belə deyim, gücümü ki, mənə gəldi, yoxsa nədirsə, mən özümü toparladım və çalışdım. Çox gözəl mahnılar bizə bəxş etdiniz. O mahnıları insanlar da tanısın. Bilirsiniz, mahnılar mənim yanıma gələ bilər, hansı yaxşı bir ifaçının əlinə düşə bilər, amma ondan düzgün istifadə eləmək, onu ailə üzvlərin, yaxın 4-5 dostundan əlavə milyonlara sevdirmək, onun özü də böyük bir məsuliyyətdir, işdir, tələb olunur yəni o səndən.